Sual 1-də bizdən soruşulur ki, sonu eyni cinsi qoşa samitli sözlər neçə hecalı olur? Burada cavabımız C-dir, bir hecalıdır. Hansı sözlər nəzərdə tutulur? Sir, həd, xətt, səd və s. kimi sözlər nəzərdə tutulur. İkinci, dodaqlamayan incə saitlərin ahəngi. Dodaqlamayan incə saitlərin ahəngi dedikdə uşaqlar, nə yalnız dodaqlanmayan, nə də yalnız incələr nəzərdə tutulmur. Bu hansı saitlərdir? Yəni, həm dodaqlanmayan da olsun eyni saitlər, həm də incələrdir. O da E, Ə, İ-dir və D variantı cavabımızdır. Üçüncü sualda Q hərfinin bizə verdiyi səslər ardıcıl olaraq bizdən soruşulur. Yəni, ardıcıl olaraq G hərfi bizə Q, Q, X və K səslərini versin. A variantına baxaq. Müşfiq sözündə K səsi, qutu sözündə Q, haqsız sözündə K, qəza sözündə Q. Bu cavabımız ola bilməz. Çünki həmin ardıcılıqla həmin səslər ifadə edilmədi. B variantında üfüq xəttdir. Burada K səsini verir. Çünki özündən sonra samit gəlib. Amma sait gəlsəydi, məsələn, üfüqə olsaydı, yəni özündən sonra saitlə başlayan söz və ya şəkilçi gələndə üfüqdə üfüq sözü Q səsini verərdi. Özündən sonra samitlə başlayan söz və şəkilçi gələndə üfüq sözündəki Q bizə K səsini verir. Qənimətdə Q, qaynaq sözündə isə birinci Q, sonuncu isə X səsini verir. Megafonda Q haqqında birinci Q, K, ikinci Q səsini verir. Aşıq havasında isə X səsini verir. D variantında qoçaq oğlan dedikdə birinci qoçaq sözünün birinci hərfi bizə Q səsini verir, sonuncu hərfi isə qoçaq sözünün Q səsini verir. Niyə? Çünki oğlan sözü saitlə başlayır. Q-dan sonra saitlə başlanan söz və yaxud da şəkilçi gələndə Q əvəzləməsi baş verir. Deməli, deyəsən bu bizim qaydamızı ödəyir hələ ki. Birinci Q səsini verdi, qoçaq sözündə, ikinci sözün sonundakı Q səsini verdi, otaqsız sözündə bizə otaqsız X səsini verdi, məqsəd sözündə də K səsini verdi. Deməli, cavabımız D-dir. Aşiq K, aşıq X, əqidə Q. Deməli, uyğun deyil. 4-ə baxırıq. Əvəzləmə deyir, baş verməsin. Sümüyə otağa deyə bilirik, qoruğa ürəyə deyə bilirik, çarığa, kəpənəyə, çiçəyə, yarpağa. Amma türklə şəfəq sözündə türkdə çiyə, şəfəqdə də qığıya keçmir. Cavabımız D variantı. 5-ci sualda yenə üfüqdə ümumiyyətlə qığ əvəzləməsi baş vermir, amma ürəyə sözündə kiyə keçir. Əlcəyə, darağa əvəzləmə baş verir. Əmlak sözündə bu sözdə kiyi alınmadı, keçmir. Buruq sözündə keçir. Çiçəyə, qapağa deyə bilirik, amma qalusuqdan dialoq sözü hər ikisində də deməli daha doğrusu qalusuq sözündə kiyə keçə bilmir, dialoq sözündə isə qığıya keçə bilmir. Cavabımız E variantı. 6-cıda da eyni sualdır və hansı sözlərdə cavabımız B-dir, monoloq və şərik sözləridir, amma məntiq sözündə əvəzləmə baş vermir, ələkdə keçir, qapağa, küləyə deyə bilirik, kiçiyə, qatığa deyə bilirik, təbrik sözündə də kiyə keçmir, moruqda isə keçir. 7-ci suala baxaq. Tərkibində yalnız cingiltili samitlərin iştirak etdiyi sözləri müəyyən edin. Uşaqlar, burada tələffüz də nəzərə almalısınız. Cavabımız A variantıdır. Deyəcəksiniz ki, niyə B deyə? Çünki B-də ümid sözündə tələffüzdə D olur, ilıq sözündə Q olur. C variantında saray, həssas sözündə S onsuz da kardır, H kardır. E variantında Ş-nı kar olaraq görürük. D variantında da tələffüzdə axırdakı ağac sözündəki C bizə Ç səsini verir. Bulaq sözündəki Q isə bizə X səsini verir. Saitlə başlanan şəkilçi artıqda yenə kiyi baş verməsin. Bu da ensiklopedik sözü B variantı. B. 9-cu da yenə kiyi əvəzləməsi yox. Burada deyir baş versin. Baş versin deyirsə ev, eşik, yə. Digərlərində baş vermir. Hansı sözü saitlə başlanan şəkilçi artıqda qığıya keçmir, vərəqə olmur. Cavabımız D-dir. Yenə də 11-də deyir qığıya keçmir, monoloq, dialoq. Bu sözlərdə qığı əvəzləməsi baş vermir, B variantı. 12-də bu suala diqqətlə qulaq asın. Əgər sizə desəydi ki, hansı sözdə yazılış və tələffüz fərqlənir? Baxın, yazılış və tələffüzün fərqlənməsi başqadır, amma burada deyir ki, hansı sözdə cingiltili samit kar tələffüz olunur. Yəni, burada da yenə yazılış tələffüzün fərqləndiyini deyir. Sadəcə olaraq, konkret olaraq deyir ki, cingiltili kar olsun. Uşaqlar, yüksək sözündə də yazılış deyilişdən fərqlənir, yüksək şəklində tələffüz edir 2-də. Toplayan sözündə də yazılış deyilişdən fərqlənir. A-U olur. Toplu, yan formasında. Amma azaddır sözündə, baxın, birinci D, T səsini ifadə edir. Azaddır. Yəni, cingiltili bizə kar kimi, kar samitin səsini verir. Yəni, T-yə çevrilir.
Yadınızda qalsın, əgər qoşa d sözün tərkibində gəlsə, məsələ addım sözündə yazılış deyilişdən fərqlənmir. Amma qoşa d-lardan biri sözün kökünün sonunda, digəri isə şəkilçinin əvvəlində olanda və bitişik qoşa d kimi görsənəndə, onda yazılış deyilişdən fərqlənir. Azaddır sözündəki kimi. Hansı sözü uzun tələffüz olunan bir saat var? Yenə də yadınızda qalsın. Azərbaycan dilində elə sözlər olar ki, orada 1 saat uzun tələffüz oluna bilər, elə ola bilər 2 saat uzun tələffüz oluna bilər. Uzanma kökdə də ola bilər, şəkilçə də ola bilər. Uzanma ön şəkilçə də ola bilər, son şəkilçə də ola bilər. Yadınızda qalsın, bala, bina ön şəkilçələri uzun tələffüz olunur. Son şəkilçələrdən də anə, yanə, namə, hətta heyrətamiz sözündə amiz şəkilçəsi də uzun tələffüz edilə bilər. Amiranə sözündə həm kökdəki A, həm də şəkilçədəki A uzanır. Malikanədə də eyni zamanda. Nalayiq sözündə na ön şəkilçə uzanır, layiq sözündə A uzanır. Naməlum həm na uzanır A, həm şəkilçədəki A uzanır. Məlum sözündə isə Ə uzanır. Amma laməkan sözündə yalnız ön şəkilçədəki saitimiz A uzun tələffüz olunur. Məkan demirik. Ona görə də 13-də cavab E variantı. Hansı sözü uzun tələffüz olunan bir saat var? Bayaqki qaydadır. Sabiranədir, şairanədir, adilanədir, acizanədir. 2 dənə saatimiz uzanır. Amma mərdanə sözündə son şəkilçimiz, yəni kökün sonuna artılan anə şəkilçisindəki A uzanır. Cavab B. 15-də Q hərfinin kar qarşılığını deyir. Q hərfi Q səsinin kar qarşılığını ifadə edir. Q-nın qarşılığı nədir? K. O da nöqsan A variantı. Yenə bizdən soruşur ki, qarşılığını, yəni K-nı ifadə eləsin. Təqsir K A variantı. Uzun tələffüz olunan qapalı saat istəyir 17-də. Yadınıza qalsın uşaqlar. Məsələ, gümüş sözündə ümumiyyətlə əgər uzamada çətinlik çəksinizsə də bu barədə, yəni bu mövzu haqqında video yerləşdirilibdir. Baxın, belə baxanda seçə bilmirsinizsə, məsələ həqiqət, abrı, gümüş. Gümüşə baxın, gümüş demirik ki. Lap belə sizin anlaya biləcəyiniz, sizə çətin gəlsə biləcəyiniz bir formada çalışıram izah edirəm. Gümüş sözündə ümumiyyətlə heç uzanma gümüş demirik ki, gümüş. Təsadüfən, xatirə. Tutam ki, tapa bilmədiniz bunlar. Təsadüfən də təsadüfdürmü, təsadüfəndimi? Bunları çaşırsınızsa da xatirə. A, uzanan hansıdır? Açıq saatdir. Bizdə nə istəyir? Qapalı. Deməli, B variantında çıxardırıq. Aqibət. Baxın, kubok. Demirik ki, kubok qapalı. Deməli, C-ni də çıxardırıq. Baxır ki, kubok uzanmır. Küzə uzanır, amma ərazi. Uzanan nədir? A. A nədir? Qapalıdır, yoxsa açıq? Açıq. Deməli, D-də getdi. Bivəfa. Bildik ki, ön şəkilçimiz uzanır. Bivəfanı saxlayırıq. Xəlifə uzandı. Səbuhi uzandı. Uzanmanı tapmaq üçün bir azca, bir neçə saniyə saati uzadın. 17-də cavabımız E'dir. Hansı sözdə qalın saatlərin hamısı iştirak etmişdir? A, I, O, U qalın saatlərimizdir. O da B variantında. K səsinin tələffüz edildiyi sözləri müəyyən edin. K səsi nöqsan C variantında. Qaymaq, kəpənək, çörək, maqnit, bunlar da K deyil. Cədəq uşaqlar. 20 ilə davam edirik. K səsinin tələffüz edildiyi sözü müəyyən edin. Burada əsasən səhv sallar inikas deyə tələffüz edilir. İnikas deyil, inikasdır, əks-səda mənasında. Fantastik söz də D variantıdır. Hansı sözlərin tərkibində dodaqlanan saat iştirak etməyib? Dodaqlananlarımız hansıdır? O, Ö, U, Ü. O olanları çıxın. Ü, O, 1, 3 getdi, qaldı 2, 4, 5. D variantı. Enicisi qoşa samitli sözlərin hansında qoşa kar samitlərinin ikincisi zingiltili tələffüz olunur. Baxın, yadınıza saxlayın. Qoşa samitlərdən fərqli tələffüz olunanlar qoşa ki, qoşa p, qoşa t, qoşa q'dır. Y da o zaman fərqli tələffüz olunur ki, iyyət, iyyət, iyyə şəkilçisinin tərkibində olsun. Onda y-nın biri düşür. Və digər qoşaların fərqi nədən ibarətdir? Bizə qoşa q'da birinci gələn q fərqli tələffüz olunur. Digər qoşa gələn samitlərdə, adlarını qeyd etdiyim qoşa samitlərdə y-dan başqa ikincilər fərqli tələffüz olunur. Burada da onlardan məşəqqət sözündə birinci k olur. Münəccim, rəssam, şəffaf sözlərində yazılış deyilişdən fərqlənmir. Yəni o qoşa samitlərin yazılışı deyilişindən fərqlənmir. Şahbıltı sözündə də ikinci p, b kimi olur. Ona görə də cavabımız C variantıdır. Yenə də bizdən həmin sualı soruşur. Uşaqlar, tənəffüs sözündə, qüvvə sözündə, hissə sözündə yazılış deyilişdən fərqlənmir. Əlbəttə və diqqət sözündə fərqlənir. Amma deyir, ikincisi cingiltili tələffüz olunsun. O da əlbəttə. İkinci t d-ya çevrilir. Diqqət sözündə isə birinci k-ya çevrilir. Ona görə də B variantı.
Saitlə başlanan şəkilçi artırıqda hansı sözdə qığı əvəzləməsi baş vermir? Yenə də qığının baş vermədiyini soruşsa biz üfüqdür, B variantıdır. 25-də yenə də aşiq sözündə. Aşıq yox, aşiq D variantı. Sonuncunun fəqət, yəni nə deyir bizə 26-da sonundakı cingiltili samit kar qarşılığı əvəz etdikdə mənası dəyişən sözlər cərgəsini müəyyənləşdirin. Uşaqlar, baxın, demək istəyir ki, yax. Nəysə yaxmaq mənasındağının qarşılığı nədir? X, elə deyil. Yax deyə, amma həsəd deyə yeni mənalı bir söz yoxdur. B variantında bax deyə söz var, amma axac deyə, ağac deyə, yəni c kimi olur. Elə bir söz yoxdur. G-ni kinə əvəz edirik rəng. Belə yeni mənalı sözümüz alınmır. Amma qəlb sözündə b-ni p-la əvəz eləyəndə, p-la yazanda q-əli p saxta mənasını verir. Məsələn, qəlb pul, saxta pul. O var. D-də onu saxlayırıq, qəlb sözünü saxlayırıq. Elə sənət sözünü də. D-nin qarşılığı t-dır. Sənət deyəndə peşə mənasını bildirir. Ona görə D cavabımızdır. Servis s-la əvəz eləyəndə xidmət mənasını ifadə edir, amma palas deyə sözümüz yoxdur. 27-də də yenə bizə həmin sualı, həmin yəni şərti deyir. Burada cavabımız bizim uşaqlar. Baxın, zəng deyə yeni mənalı söz yoxdur. Allah, yaraq deyə deyəndə Allah o alınmır da, yəni belə də yeni bir mənalı söz yaranmır. Düz deyə söz yoxdur. Tax, nəyəsə taxmaq olur, amma sax deyə söz yoxdur. Ona görə də ot, bir də yax. Qarşılığını əvəz eləyəndə E variantı. D səsini deyir 2 dəfə işləndiyi sözü müəyyən edin. Dəstədən sözündə 3 dəfədir. Yadınıza qalsın. Sözün ortasında s, t, x, t, f, t, ş, t gələrsə, t-lar d-ya çevrilir. Ona görə A-da 3 dənədir. B-də də axtarışdadır 3 dənədir. Niyə? Çünki x, t-dakı t d-ya çevrilir. Şabalıtdan sözündə C-də 2 dənədir. Yox, üzr istəyirəm, 1 dənədir. Şabalıtdan, çünki d t səsini ifadə edir. Şabalıt sözün, çünki 2 dənə qoşa d, yenə deyirəm, kökdə olanda yazılış dəyişdən fərqlənmir. Amma biri kökdə, biri şəkilçidə olub bitişik yazanda birincisi t-ya çevrilir. Şabalıtdan. D-ni saxlayırıq, dövlətli. Şəkilçidəki l şəkilçisi var, dövlətli. Baxın, o sözün sonundakı l d-ya çevrilir, dövlətli olur. Palıqdan sözündə də 1 dənə. Ona görə də cavabımız D. 29-da da yenə 2 dəfə işləndiyini deyir. Yaddardan 3 dənə olur burada. Lardakı l d-ya çevrilir. Dalandan, burada dalandan olmur. İkinci d-niyə çevrilir deyə 1 dənə olmuş olur. Dəhşətli, yenə də şəkilçidəki l-dəki l d-ya çevrilir. Cavabımız C. Dəstədən s-t var. 3 dənə olur. Poladdan, burada da 1 dənə o olur. D səsi yəni. Sonra xışdırıq səsinin 2 dəfə işləndiyi söz müəyyən edin. Yadınıza qalsın, şəriklik sözündə baş şərik sözüdür, əmlak sözüdür, təbrik sözüdür, babək sözüdür. Bu sözlər alınma olduğuna görə uşaqlar istəyir bundan sonra sait gəlsin, istəyir samit gəlsin. İstəyir saitlə başlanan söz və ya şəkilçi gəlsin, istəyir samitlə başlanan söz və ya şəkilçi gəlsin. Ki elə ki olaraq da qalır. Ona görə də şəriklik, bir dənə axırdakı ç xışdırıq səsini verir. Texnik, burada k-dır. Çiçəklik, C cavabımızı saxlayırıq. Yelpik, xışdırıq, xainlik, xışdırıq. Deməli 2 dənə oldu C variantında. 31. Yenə də xışdırıq səsini 2 dəfə işləndiyi sözü müəyyən edilir. Mexanik k-dır, xörək 1 dənədir, yəqinlik 1 dənədir, göyçəklik 2 dənədir, eyni saxlayırıq. C-də də xeyirxah ümumiyyətlə yoxdur. Yəni xışdırıq səsi yoxdur. 32-də hansı sözdə uzun tələffüz olan 2 sait var? Uzun tələffüz olan 2 sait bayaq qeyd etdik. Elə alimanə sözündə A variantı. Hansı sözdə uzun tələffüz olan 2 sait var? Malikanə B variantı. Yadda saxlayın. Tabeli, tabesiz, simasız, sabiranə, füzuliyanə, malikanə, alimanə. Bu sözlərdə 2 dənə sait uzanır. 34-ə baxırıq. Hansı səhifədəki sözlərin hamısı qalın saitdir? Qalın saitlərimiz hansıdır? A, I, O, U. Burada hardadır? E variantına oxşur. E variantı. Sonra 35-də hansı sözün kökü ahəng qanuna tabedir? Kökdən söhbət gedir uşaqlar. Ləyaqətli sözün kökü ləyaqətli, ahəng qanuna tabe deyil. Basəfada səfadır. Əgər bir sözdə həm qalın, həm incə varsa, ahəng qanuna tabe deyil. Burada da kök deyil deyə kökdə baxıb axtarmalıyıq. Səfa sözündə qalın da var, incə də var, tabe deyil. Əzabkeş sözdə tabe deyil, əzabdır. Basəfada sözün kökü səfadır. Təlaşla sözündə təlaşdır, təmizkar sözündə təmizdir. Ahəng qanuna tabe olan hansı oldu? E. Hansı sözdə birinci hecanı sətrin sonunda saxlamaq olmaz? Təbii ki, E variantı. Ü yazıb fərqi keçirə bilmərik.
37-yə baxaq. Cingiltili qarşılığı olmayan kar samit işlənmiş sözü müəyyən edin. H-da o da C variantı. Ahəng qanunu hansı sözdə pozulmuşdu? Çəhrai sözündə, qalan incə bir yerdədir. 38-də C variantı. 39 uşaqlar D variantı. Növrə 40-da da Q-nın qarşılığını soruşur E variantı.